Bugün 20 Mart Cümə günüdür. İnşallah cümləniz mübarək olsun. Mən dua eləyəcəm. Mənim bu cümə günü dualarımdan sonra amin deyin. Allah Quranda necə deyib? Siz dua eləyin, mən sizin dualarınızı qəbul edim. Allaha and verirəm. İş duamız odur ki, Allahdan istəyirik ki, iş duamız odur ki, İmam Zaman ağanın zuhurunu təcil elə. Allaha and verirəm, Peyğəmbər Rasul Allahın hörmətinə, cümə günün hörmətinə, xəstəxanada və xəstəliyə yoluxanlar, Allaha and verirəm, Peyğəmbər hörmətinə şəfa ver onlara. Allaha and verirəm, Peyğəmbər hörmətinə. Səhər dururlar, iş dalıncan gedirlər. Allah onların ruhsun, bərəkətin bol eləsin. Mədi mazardan, böhtandan, şərdən qorusun. Allaha and verirəm, Peyğəmbər Rasul Allahın hörmətinə. İlahi sənə and verirəm, İmam Hüseyn ağanın hörmətinə, Həzrəti Əli əleyhissalamın hörmətinə. Borcu olan insanlar var, narahat olurlar, qəlblərini narahat olurlar, sıxılırlar. İlahi sənə and verirəm, Həzrəti Əlinin hörmətinə, İmam Hüseyn ağanın hörmətinə borcun qaytarsın. İlahi sənə and verirəm, xanım Fatimə Zəhra hörmətinə. İşsizlərə gözəl, halal iş getir. İlahi sənə and verirəm, xanım Fatimə Zəhra hörmətinə, ehtiramına. Evsizlər var, kiraya qalanlar var, neçə illərdən kiraya qalır. İlahi sənə and verirəm, xanım Fatimə Zəhra hörmətinə. Onlar ev qismət eləsin, o evdə ki, Quran səsi gəlsin. İlahi sənə and verirəm, Həzrəti Əbəlfəz ağanın hörmətinə, ehtiramına. Əməliyyata gedənlər var. İlahi o əməliyyatdan sağ-salamat yaxşı çıxsın, canında bir qram ağrı olmasın. Sənə and verirəm, Həzrəti Əlinin hörmətinə, Peyğəmbər Rasulullahın hörmətinə. İlahi sənə and verirəm, Peyğəmbər Rasulullahın hörmətinə, xanım Fatimə Zəhra hörmətinə. Məktəbə imtahanlar verəcəklər. O imtahandan yaxşı qiymət alsın, əla qiymət alsın. İlahi sənə and verirəm, Həzrəti Peyğəmbərimizin hörmətinə, xanım Fatimə Zəhra salamullah əleyhanın hörmətinə. İlahi sənə and verirəm, Həzrəti İmam Hüseyn ağanın hörmətinə, əsgərlərimizi qoru. İlahi sənə and verirəm, Həzrəti Əbəlfəz ağanın ehtiramına, qazilərimizə tezliklə acil şəfa ver. İlahi sənə and verirəm, İmam Hüseyn ağanın hörmətinə, şəhidlərin ruhlarını şad elə, onların ailələrinə, qohumlarına, əqrabalarına səbir ver. İlahi sənə and verirəm, Həzrəti Əlinin hörmətinə, Əli Əkbərin hörmətinə, Əli Əsgərin hörmətinə, körpələri qoru. İlahi sənə and verirəm, Peyğəmbər Rasulullahın hörmətinə, cavanlarımızı qoru. İlahi sənə and verirəm, İmam Zaman ağanın ehtiramına, hörmətinə, yaşlılarımızı qoru. İlahi sənə and verirəm, xanım Fatimə Zəhra hörmətinə, qərib olanlar var, qərib yerə gedir, iş dalınca gedirlər. Allah onları qəribdə olanlarımızı qoru. Onlardan mərdimazardan, böhtanlardan qoru. Sənə and verirəm, xanım Fatimə Zəhra hörmətinə, İmam Hüseyn ağanın hörmətinə. İlahi sənə and verirəm, İmam Hüseyn ağanın hörmətinə, İmam Kazım ağanın hörmətinə, Həzrəti Yusuf Peyğəmbərimizin hörmətinə. Dustaqlar var. Allah o dustaqlarına, ailələrinə, uşaqlarına, körpələrinə, qohum əqrabalarına qismət elə, yetişdirsin. İlahi sənə and verirəm, İmam Hüseyn ağanın hörməti, tez zamanda dustaqlar çıxsın, ailələrinə qovuşsun, ailələrinə, qohum əqrabalarına qovuşsun. İlahi sənə and verirəm, xanım Fatimə Zəhra hörmətinə, ehtiramına, bizim dualarımızı qəbul elə. İlahi sənə and verirəm, Həzrəti Əlinin hörmətinə, bütün küsənləri barışdır. İlahi sənə and verirəm, Həzrəti İmam Hüseyn ağanın hörmətinə, Həzrəti Əbəlfəz ağanın hörmətinə, Azərbaycan millətin qoru. İlahi sənə and verirəm, xanım Fatimə Zəhra hörmətinə, bu Ramazan ayında bizim oruçlarımızı qəbul edə, qıldığımız namazları qəbul elə. Sənə and verirəm, Peyğəmbər hörmətinə. İlahi amin.